Yusif Balasaqulunun Qutadğı bilik əsərinə belə deyək də dəstək məqsədi ilə məhz 6-cı sinifdə əvvəlki mövzuda bir mətn parçası verir şagirdlərə və bu mətn parçasının üzərindən iş aparmağı tapşırır. Rəşid bəy Əfəndiyevin yaradıcılığından elm tükənməz xəzinədir. Sanki bu əsəri Yusif Balasaqulu Qutadğı bilik əsərində də ərsəyə gətirib. Eyni mövzudur. Ona görə bunu da sizə səsləndirmək istəyirəm. Elm tükənməz xəzinədir. Elm tükənməz bir xəzinədir. Bu bir xəzinədir ki, onu sandıqda saxlamağa və qorumağa ehtiyac yoxdur. Elm bir dövlətdir ki, onu nə itirmək, nə də oğurlatmaq mümkündür. Bu səbəbdən onun qədir və qiyməti hər bir şeydən alidir, yüksəkdir. Çünki elm bu halda puldan və paradan zəngin, topdan və tüfəngdən ötkün, xəncərdən və qılıncdan kəskindir. Nəcabət və hörmət bu halda o kəsdədir ki, onun mükəmməl surətdə elmi və məlumatı vardır. Hər şey sərf və xərc olunduqca tükənir və əskilir. Amma elm sərf olunduqca həddən ziyadə artır. Həddindən artıq artır, ziyadə artıq deməkdir. Bir nəfər alim şəxs elmini sərf etsə, özündən başqa neçə yüz alim meydana gətirər, həm də öz elm və məlumatını ziyadələndirər, yəni artırar. Hər alim bir şama bənzər ki, ondan neçə-neçə şamlar yandırmaq mümkündür. Bir şamın nuru başqa şamları alovlandırmaqla özü kimi çox-çox çıraqlar və məşəllər törədər. Elmin böyük bir fəziləti də budur ki, kiçiyə, böyüyə, ədnaya, əlaya heç təfavüt qoymaz. Kiçiyə, böyüyə, ədnaya, kasıba, əlaya, varlıya heç təfavüt qoymaz, heç fərq qoymaz. Bu kəslərdən hansında elm olsa, onu hörmətə layiq edəcəkdir. Elm yaşca kiçik adamda da olsa, onu ehtirama layiq edər, onu əla, yəni ən yüksək dərəcəsinə yetirər. Bax, sanki bu kiçik parçanı, mətni oxuduğumuz zaman Yusif Balasaqulunun Qutadğı bilik əsərini oxumuş kimi oluruq. Yəni məna, məqsəd, ideya baxımından hər iki əsər eyni mənanı bizə çatdırır. Elmin tükənməz bir xəzinə olduğunu, elmin faydasını, gərəkliliyini oxucularına məhz həm elm tükənməz xəzinədir başlıqlı mətnimiz Rəşid bəy Əfəndiyevin, həm də Yusif Balasaqulunun Qutadğı bilik əsəri çatdırmış olur.